Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bugün kurikulum çərçivə sənədinə yeni əlavə olunmuş mövzulardan biri SWOT analizinə baxırıq. SWOT analizi ümumiyyətlə iş üsulu kimi bizə təqdim olunub və əslində o qədər də çətin bir iş üsulu deyil. Sadəcə burada diqqət yetirəcəyimiz bəzi əsas məqamlar var. Ümumiyyətlə SWOT analizi bizə nə deyir? SWOT analizi təlimdə şagirdlərin və ya mövzunun güclü, zəif, imkan və təhlükə tərəflərini təhlil etməyə imkan verən analitik bir strategiyadır. Biz bunu necə deyirik? Yəni SWOT analizində baxın, S, V, O və T. Bu ingilis dilindən tərcümə olunaraq, yəni güclü tərəf, güclü, zəif, imkan və təhlükə tərəflərini bizə verir. Bu həm şagirdlər üçün, həm də mövzu üçün nəzərdə tutulmuşdur. Bir də vurğulayaq. Baxın, SWOT analizi təlimdə şagirdlərin və ya mövzunun güclü, zəif, imkan və təhlükə tərəflərini təhlil etməyə imkan verən analitik strategiyadır. Ümumiyyətlə bu strategiya adətən refleksiya mərhələsində və ya yeni mövzuların dərin təhlilində istifadə olunur ki, biz hər hansısa bir mövzu keçəndə bunu ya onun dərin tərəflərini, müsbət mənfi tərəflərini, hər tərəfli ətraflı şəkildə bunun təhlili zamanı istifadə edirik, ya da refleksiya mərhələsində müəyyənləşdirə bilirik. Məqsədi şagirdlərdə tənqidi düşünməni, daha sonra qərar vermə bacarığını, analiz və qiymətləndirməni, daha sonra deyirik ki, problemlərə sistemli yanaşma, səbəb-nəticə, güclü zəif tərəflərin öyrənilməsi tərəfdən bizim üçün əhəmiyyətlidir və bu onun qarşısında bir məqsəddir. Ümumiyyətlə SWOT analizində indi gəlin S, V, O və T-yə baxaq. Deyirik ki, S güclü tərəflərdir. Yəni tutaq ki, bizim qarşımızda hər hansısa bir belə deyək, mövzu varsa, bu mövzunun S-də biz güclü tərəflərini axtarırıq. Yəni bu mövzuda hansı müsbət tərəflər var, hansı əhəmiyyətli hallar var? Yəni bu S-də biz ancaq güclü tərəfləri axtarırıq. Mövzunun müsbət tərəflərini, bu yəni ümumiyyətlə hər zaman S-də müsbət tərəf axtarılır. V isə zəif tərəflərdir. Yəni biz burada mövzu ilə bağlı hansı mənfi cəhətlər var və yaxud da mövzunun hansı çətinlikləri var, hansı çatışmazlıqları var, onu nəzərdə tutur. Daha sonra gəlir O. O isə imkanlar deməkdir. İmkanlar nə deməkdir? Yəni imkanlar, mən bu vəziyyətdən necə faydalana bilərəm? Tutaq ki, hər hansısa bir hadisə baş verib, hər hansısa bir vəziyyət baş verib və yaxud da hər hansısa bir mövzu var. Biz bunun əvvəlcə müsbət tərəflərini götürürük. Daha sonra mənfi tərəflərinə, yəni çatışmayan cəhətlərinə, çətinliklərinə nəzər yetiririk və imkanlarda isə artıq düşünürük ki, biz bu vəziyyətdən necə faydalana bilərik? Yəni artıq buradan bizim üçün hansı əhəmiyyəti var? Yəni burada biz bütün mümkün olan imkanları nəzərə alırıq və sonuncu T-dir ki, bu da təhlükədir. Təhlükə isə artıq bu məsələ ilə bağlı, bu mövzu ilə bağlı, bu problemlə bağlı hansı təhlükələr var, hansı risklər var? Eyni zamanda təhdidlər də deyirik. Yəni hansı burada risklər var, o nəzərdə tutulur. Bir də vurğulayaq, dedik ki, SWOT analizi ya refleksiya mərhələsində ya da yeni mövzular zamanı istifadə olunur təhlilində. Şagirdlərdə tənqidi, analiz və qiymətləndirmə bacarığını inkişaf etdirir ən əsası. S dedik, mövzu ilə bağlı müsbət tərəflər, əhəmiyyətli tərəflər, üstün tərəfləri nəzərdə tutulur. V isə hansı çətinliklərin olması, hansı mənfiliklərin olması, hansı çatışmayan cəhətlərin olması nəzərdə tutur. O imkanlarda buradan artıq biz necə faydalana bilərik, necə yararlana bilərik, onu nəzərdə tutur. T isə təhlükə, yəni hansı risklərin, hansı təhlükələrin olduğunu bizim diqqətimizə çatdırmış olur. Ümumiyyətlə SWOT analizini həyata keçirmək üçün fərdi və qrup şəklində biz bunu keçirdirik və deyirik ki, SWOT analizində biz əvvəlcə, yəni daha çox ümumiyyətlə qruplarla təşkil olunur. Yəni demək olar ki, biz ən çox bunu qruplarla təşkil edirik. Fərdi isə çox az hallarda təşkil olunur. Yəni deyirik ki, burada əvvəlcə biz mövzunu müəyyən etməliyik. Yəni hansı ki, biz burada tutaq ki, mövzunu başlayacaq təhlil eləməyə, müsbət mənfi tərəflərini, faydalarını və bunun üçün biz əvvəlcə mövzu müəyyənləşdirməliyik. Görək mövzumuz nədir? İkinci olaraq şagirdləri qruplara bölməliyik və hər qrupa ayrı-ayrı tapşırıq verməliyik. Necə? Yadınızda siz ziqzaq üsulunda deyirik ki, birinci qrupa mətnin birinci hissəsi, ikinci qrupa mətnin ikinci hissəsi və 3-ə 3, 4-ə 4. Burada da eynidir. Birinci qrupa S-i veririk, yəni güclü tərəflərini veririk mövzunun, müəyyənləşdirdiyimiz mövzunun güclü tərəflərini, müsbət tərəflərini.
üstün tərəflərini və ikinci qrupa veririk, yəni mənfi tərəflərini, çatışmayan cəhətlərini müəyyənləşdirsinlər. O imkanları necə yararlana bilərik, necə faydalana bilərik? T isə təhlükədir. Artıq hansı təhlükələr var, onu nəzərdə tutur. Yəni hər qrup ayrı-ayrı bunu müəyyənləşdirirlər. Daha sonra beyin həmləsi olunur. Yəni beyin həmləsi nə deməkdir? Şagirdlər bu barədə yaradıcı fikirlərini bir yerə toplayırlar. Dördüncü təqdimatdır ki, artıq birinci qrup gücünü, ikinci tərəf mənfini, üçüncü faydasını, dördüncü isə təhlükələri müəyyənləşdirilir və artıq bunu bizə təqdimat aparırlar, təqdim edirlər müəllimə, digər şagirdlərə və son olaraq da müzakirə və ümumiləşdirmə təşkil olunur ki, bu müzakirə və ümumiləşdirmə nəticəsində də biz artıq birinci qrup, ikinci qrup, 3-4 hamı öz fikirlərini səsləndirdikdən sonra ümumi mövzu ilə bağlı yenə də hamı bir yerdə kollektiv şəkildə müzakirə aparırlar və bütün mümkün fikirləri ümumiləşdirirlər. Bunun mahiyyəti elə budur. Dedik ki, SWOT analizidir. SWOT analizi şagirdlərin güclü və ya zəif tərəflərini, imkanlarını, təhlükə tərəflərini müəyyənləşdirir. Refleksiya mərhələsində dərin mövzuların təhlilində istifadə olunur. Şagirddə tənqidi düşünmə, səbəb-nəticə əlaqəsi, müsbət mənfi tərəflər, analiz və qiymətləndirməni əhatə edir. Və biz burada bir dənə məqamı qeyd edim ki, artıq hansı ki bir tərəfimiz S-i, bir tərəfimiz V-ni, O-nu, T-ni müəyyənləşdiriksə, burada mütləq şəkildə əsaslandırmalıyıq ki, nəyə görə bunu müsbət tərəfdir, nəyə görə bu çətinliklərdir, nəyə görə faydadır, nəyə görə təhlükə və ya da hər hansısa bir risk var. Bu qədər dəyərli müəllimlər, hər hansısa bir sualınız olarsa müraciət edə bilərsiniz.